Hörmətli Kanal 13 izləyiciləri, hər həftənin birinci günü yayımlanan Onun Baxış Bucağı verilişində sizinləyik. Aparıcınız mən Röya Rəfiyeva. Verilişdə əsasən aktual ictimai, siyasi və sosial məsələlər müzakirəyə çıxarılır. Bu dəfəki qonağımız bir müddət əvvəl yaradılan Ağ blokun təsisçilərindən biri olan Tural Abbaslıdır. Biz onunla blokun yaranma məqsədi, bir qədər sonra keçiriləcək parlament seçkiləri, həmçinin müxalifətin durumu və sair məsələlərdən danışacağıq. Xoş gəlmişsiniz Tural bəy. Təşəkkür edirəm, dəvət üçün minnətdarım. İlk olaraq başlayaq Ağ blokun yaranma məqsədindən. Məqsəd nə idi? Seçkilərə getmək, yoxsa müxalif düşərgədəki narazı gəncləri birləşdirmək? Burada bu ikisini bir-birindən ayırmaq düz olmazdı. Yəni, hər iki məqsəd var idi. Təbii ki, həm seçkidə iştirak eləmək, həm də tək müxalif gəncliyi yox, ümumiyyətlə, gəncliyin siyasətdəki rolunu artırmaq məqsədi güdürdü. Çünki biz uzun illərdir, mən və ətrafımdakı gənclər uzun illərdir müxtəlif partiyalarda, müsavatda fəaliyyət göstəririk. Amma buna baxmayaraq, gənclərin siyasi səhnədəki çəkisi, nüfuzu bizi qane eləmir. Nəinki bizi, cəmiyyəti belə qane eləmirdi. Çünki seçicilərin və cəmiyyətin böyük əksəriyyəti gənc yaşda olduğu təqdirdə siyasi elitaya baxdıqda görürük ki, siyasi elitanın cəmi 11-12%-ni gənclik təşkil edir və onların da o, belə deyək, səhnədə tutduqları rol cəmiyyətdəki saya uyğun, adekvat deyil. Yəni, çox, belə deyək, texniki heyətdə daha çox təmsil olunur, nəinki siyasi idarəçilikdə. Və biz gördük ki, artıq bizim və digər gənclərin bəkləntisini ödəyə biləcək bir siyasi qurum, təşkilat da qalmayıb. Artıq bu, belə deyək də, uğursuzluq xətti davam edir və bu xəttin içində də gənclik məhv olur, proseslərdən çəkilir, kənarda qalır. Ona görə bir paralel platforma təklif eləmək istədik, alternativ platforma təklif eləmək istədik. Həm gənclərə, həm cəmiyyətə, həm də bir bu müxalifətdə artıq 2005-dən bu yana mürgüləyən müxalifəti bir sirkələmək naminə, burada bir rəqabət yaratmaq naminə ki, artıq yeni gənclik çıxıb bir oyanın, bir kabinetlərdən çıxın, bir bəyanatlardan kənara çıxın, real nəticələr əldə edin. Yəni, bütün bunları özündə ittifa eləmək üçün niyyətlə çıxmışıq. İndi alınacaq, alınmayacaq, bunu zaman göstərəcək. Yəni, sizin fikriniz müxalifətlə rəqabətə girməkdir, hakimiyyətlə deyil. Yox, bilirsiniz, müxalifətlə rəqabətə girmək deyil. Ancaq bugün hakimiyyətin rəqibi müxalifətdir. Və biz müxalifət aləmində canlanma yaratmalıyıq ki, hakimiyyətə qarşı dura bilsin. Yəni ki, biz bugün bütün inkar olunmazdır ki, bugün hakimiyyətin əlində həm siyasi güc var, həm maddi güc var, həm istər fiziki baxımdan ordusu, polisi, yəni bütün inzibati resurslar hakimiyyətin əlindədir və bunun müqabilində biz bir gənclər, belə deyək, hərəkatı olaraq, balaca bir hərəkat olaraq o boyda iqtidara qısa müddətdə güc çatdıra bilməzdik və biz məcburuq ki, artıq bu sektoru, bu müxalifət adlanan sektoru canlandıraq. Yəni, biz meydanda tək qalıb da bunlarla tək başına vuruşmaq istəmirik. Qoy çox olsun, qoy cəbhədə güclü olsun, müsavat da güclü olsun, Ağ blokda güclü olsun, KXCP-də güclü olsun. Yəni, bunlar güclü olanda bir cəbhə yaranır, müxalif cəbhə. Yəni, necə ki, bugün Türkiyədə MHP-si var, CHP-si var, hətta HDP-si var. Yəni, bunlar fikirləşin, bütün müxalifət partiyalar sıradan çıxıb, ortada bir tutan MHP qalıb və ya CHP qalıb. Yəni, bu sarıdan biz olduğumuz yerdə canlanma yaratmaqla ümumi fonu canlandırmalı. Yəni, elan elə ki, mənim rəqibim İlham Əliyevdir, adama deyərlər, Elçi bəyin qəbrinə belə bir yerdə gedə bilməyən müxalifətlə 23 illik İlham Əliyev hakimiyyətinə necə qalib gələcəksən? Yəni, Əliyevlər rejiminə. Ona görə əvvəl evin içi, sonra çölü anlayışı vardı. Amma olduqca azsınız. Bu vaxta qədər Ağ blok ətrafında neçə gənci cəmləşdirə bilir? Seçkilərdə iştirak edəcək gənclərin sayı 7-8 civarındadır, konkret namizəd olacaq gənclərin. Amma görünməyən heyət deyək də, yəni o namizədin arxasında duran gənclik, onların işini görən, PR-ını aparan gənclik məncə bugünə müqabil kifayət qədərdir. Düz bugünkü siyasi reallığı nəzərə alsaq. Çünki bugünkü siyasi reallıqda ümumiyyətlə siyasi sfera dəfn olunmuş vəziyyətdədir. Yəni, bugün baxın, artıq seçkilərin 12-ci günüdür ki, elan olunub. Bir cəmiyyətdə sorğu keçirin, görün neçə adam biləcək ki, noyabrın 1-i seçkidir. Yəni, insanların böyük əksəriyyəti noyabrın 1-i deyəndə Türkiyədəki təkrar seçkiləri nəzərdə tutacaq, nəinki Azərbaycandakı. Yəni, belə bir mühitdə və nəzərə alsaq ki, 80-dən artıq siyasi məhbusun olduğu bir cəmiyyətdə
sən siyasi belə bir qüvvə yaratmağa çalışırsan, bura gəncləri dəvət eləməyə çalışırsan, bu nə qədər təhlükəli və çətin olduğunu anlamaq olar. Yəni bura gələn gənc düşünür, mən iş yerimi itirəcəm, mən təhsilimi itirəcəm, mən ailəmdən təzyiqlər alacağam, mən cəmiyyətdən təpkilər alacağam. Yəni elə bil ki, bir mənada Azərbaycanda bu dəqiqə gəncliyi müxalif sferaya, siyasətə dəvət eləmək, belə deyək də, normal Avropa cəmiyyətində terror təşkilatına dəvət eləməklə müqayisə olunacaq təhlükədədir. Yəni bu dərəcədə biz belə deyək, mənfidən başlayırıq. Vəziyyət o qədər ağırdır ki, biz mənfidən başlamağa məcburuq. Və bugünkü reallıqda biz hətta özünü ana müxalifət adlandıra biləcək partiyalarla rəqabət apara biləcək və bəzi sahələrdə onları üstələyə biləcək gücdə olduğumuza inanıram. Yəni ən azından açıq meydandır, rəqabətdir. Cəmiyyət görür və istəyirlərsə buyursunlar bizim belə deyək də bu meydan oxumamızı qəbul eləsinlər, yarışaq. Siz Ağ bloku yaradandan bir qədər sonra üsyançı səfir Arif Məmmədov da ağ qərənfili simvol seçdi və bir hərəkat yaratdı. Sizin tərəfdarlar da ittiham elədilər ki, o sizləri yamsılayır. Sizcə Arif Məmmədovu sizə qarşı kim çıxarmışdı, kim qabağa vermişdi? Valla mən Arif Məmmədovu düşünsək ki, uzun illər yeni Əliyev rejiminin diplomatı olub və Əliyev rejiminin diplomatı olmaq üçün də xüsusi biliklərə, siyasi təcrübəyə malik olmaq yox, ikranı lazım adamlara paylamaq peşəsi, qabiliyyəti olmalıdır. Belə bir insandan siyasi məharət, siyasi bacarıq və yaxud da siyasi gedişlər gözləmək düz də deyil. Düzdür, birinci bu insanlara egzotik görünə bilər. Hakimiyyətin uzun müddət diplomatı olmuş adam birdən-birə öz belə deyək ağalarına qarşı çıxır. Bu maraqlı bir fon yaradır. Amma bəlli bir müddət sonra insanların bəyanatları, hərəkətləri, çıxışları onların siyasi çəkisini, siyasi kimliyini bəlirləyir. Təəssüf olsun ki, Arif Məmmədov, yəni mənim zaten əvvəldən ona böyük ümidlərim filanım yox idi. Amma bəzi siyasi partiyalar hətta onu 2018-ə namizəd olmağı belə təklif eləmişlər. Bu qədər qabağa gedənlik eləmişlər. Təəssüf ki, sonra Arif Məmmədov nə qədər mədəni insan da olsa siyasi baxımdan qeyri-peşəkar olduğunu göstərdi və həmin o ağ blok, ağ hərəkat, ağ qərənfil, ağ tutan bizdə tulpan deyək də, ağ bənövşə, biz lalə. Bu məsələlər onun siyasi qeyri-peşəkarlığından xəbər verirdi və biz çox da konfliktə girmədik. Onu kim yönləndirmişdi sizə qarşı? Yəni maraq kimin marağı? İnanmıram kimsə yönləndirsin. Sadəcə olaraq ola bilsin o şuur altında informasiyadır. İndi sosial şəbəkələrdir, baxır, oxuyur informasiyalar və şuur altına yerləşib belə bir ideya və sonradan unudur və elə bilir ki, onun ideyasıdır. Mən səhv eləmirəmsə, Niyaməddin Musayevin məşhur mahnısı, bildiyimiz mahnı bu yaxınlarda Sami Yusif elan elədi ki, bu qədim Əfqan mahnısıdır və sonra Niyaməddin etiraf elədi ki, ola bilsin mənim şuur altımda qalıb öz məhsulum kimi təyin. Yəni siyasət insan olan və mən ümumiyyətlə Arif Məmmədovu siyasi bir fiqur, predmet, diskusiyasına o qədər tərəfdarı deyiləm, daha vacib işlərin olduğunu düşünürəm. Ağ blokun təmsilçiləri mətbuatda dəfələrlə bəyan eləmişdilər ki, onlar intriqalardan kənar siyasi mübarizə aparacaqlar. Təbii. Yəni heç bir ittiham falan olmayacaq. Təbii. Amma elə yaramamışdan başladılar əsasən müxalifət düşərgəyə qarşı ittihamlar səsləndirməyə. Elə bunu şou hesab edənlər oldu. Sizcə səbəb nə idi? Bu nə ilə bağlı idi? Bilirsiniz, bu qarşı durmada iki tərəf olur. Hücum eləyən tərəf, müdafiə olunan tərəf. Yəni müdafiə olunan tərəfi tutalım intriqa yaratmaqda ittiham eləmək olmaz. Biz müdafiə olunurduq. Yəni çünki biz ağ blok deyək, indi biz fikrimiz var gələcəkdə bunun başqa formatlara keçirdək. Yəni bu görünən və görünməyən hücumlara məruz qaldı. İstər sosial şəbəkələrdə, istər mətbuatda, yəni özlərinin siyasi lider deyənlərdə, uzun illərdir müxalifəti monopoliyada saxlamaq istəyənlərdə, müxalifətə lisenziya vermək səlahiyyətini özündə görənlərdə, yəni bu bir qıcıq yaratdı ki, necə ola bilər bizim monopoliyamızda bizim nəzarətdən kənar bir qüvvə yaranmağa cəhd eləyir və bizim əlimizi öpmür kimi bir təsəvvürləri var və biz bu hücumların sadəcə qarşısını almağa çalışırdıq. Ola bilsin, indi kimsə bizə olan hücumu görməyib, amma bizim ona cavabımızı görüb və ona elə gəlir ki, biz burada bir şou yaratmaq tərəfdarıyıq. Amma ümumilikdə götürəndə siyasətin bir PR tərəfi var, siyasətin bir təqdimat tərəfi var, siyasətin şou tərəfi var. Yəni bunu inkar eləmək də olmaz. Yəni siyasət riyaziyyat elmi deyil ki, 2 vur 2 4 eləyir. Yəni bəzən siyasətdə 2 vur 2-ni 6 kimi təqdim eləməlisən. Yəni ona
Bana görə siyasətdir bu. Bunun hər sahəsində paralel getməlisən. Yəni tək şou tərəfini saxlasan Rəsul Quliyev olacaqsan, tək tutalım texniki tərəflərini saxlasan bugünkü uğursuz 23 illik müxalifət partiyaları kimi olacaqsan. Yəni bunun gözəl bir sintezini düzəltmək lazımdır. Məsələn, elə qonşuluqda Erdoğan kimi gözəl bir belə deyək, müqayisə olunası yəni bir siyasi fenomen kimi, bir siyasi quruluş kimi AK Parti və Erdoğan kimliyi var. Onu analiz edib oradan öyrənmək olar. Amerikada prezident seçkiləri yarış ərəfəsində olan yarışdan öyrənmək olar. Elə biz hər şeyi biz bilirik. Biz 89-da meydanda olanda Erdoğan hardaydı? Biz 89-da inqilab eləyəndə Amerika hardaydı? Bunu deməklə nəticə əldə olunmur. Yəni biz dünənə qədər Gürcüstanı bəyənmirdik ki, onlar bizdən müxalifət olaraq bir xeyli arxadadır. Amma Gürcüstanda artıq 2 dəfə inqilab olub. Biz də hələ də gəlirik, şüarı altında gedirik. Ağ blok nədən indiyə qədər platformasını ictimaiyyətə geniş şəkildə açıqlamır? Bəlkə həmin platformanı oxuyub bəyənənlər oldu və Ağ bloka qoşulmaq istədilər. Əslində platforma bizim o namizədlərin təqdimatında oxunmuşdu. Platforma dedikdə bilirsiniz, mən bunu hər yerdə deyirəm. Bu platformaya beynəlxalq aləmin, beynəlxalq siyasi aləmin verdiyi bir tərif var. Səndən və rəqibindən başqa heç kimin oxumayacağı çox vacib sənət. Yəni adətən onu ya öz tərəfdarlarını oxuyur, ya da ki rəqiblərini oxuyur ki, səndə səhv tapsınlar. Amma bizim platforma, yəni bilirsiniz, Azərbaycanda yeni nə söz deyəcəksən insanlara? Azərbaycanda hələ insanların məişət problemi həll olunmayıbsa, təhsil problemi həll olunmayıbsa, səhiyyə problemi həll olunmayıbsa, yaşayış problemi həll olunmayıbsa, təhlükəsizlik problemi həll olunmayıbsa, sosial müdafiəsi həll olunmayıbsa, biz insanlara yeni nə vəd eləyək ki, Marsa səyahət təşkil eləyəcəyik növbəti ildə. Yəni ki, bu eyni sözlərdir, sadəcə olaraq eyni vədlərdir. Sadəcə olaraq bu vədi kim verir? 23 ildir eyni sözü deyən, eyni formada, hətta eyni kostyumda, qalstukda olan adam mı deyir, yoxsa yeni bir insan deyir? Yəni heç bir ləkəsiz, bu ağ köynəyim kimi tərtəmiz ləkəsiz insanlar mı deyir? Yoxsa keçmişində ləkəli olduğu ən azı şübhəli olan şəxslər mi deyir? Yəni bu önəmlidir. Yəni eyni sözü belə deyək, bu bir dostumuz sosial şəbəkədə sorğu keçirmişdi. Adi bir fikir yazmışdı, altına da yazmışdı məşhur bir filosofun adını və onun altında xeyli şərhlər, diskussiyalar var. Çox mükəmməl sözdür, qəşəng sözdür. Burada fəlsəfə var, elm var. Sonra məşhur bir sözlü filosofun fikrini yazmışdı. Altına öz adını yazmışdı. Təbii ki, bu şərhin altında bu nə fikirdir, burada səhvlər var, qəbah. Yəni insanlar bir mənada burada o siyasətin şou tərəfi var. Ona vururlar və biz də bunu nəzərə almalıyıq və bu yöndə iştirak eləməliyik, addımlamalıyıq belə deyək də. Yəni vədlər var və bu vədləri biz verəcəyik, təmiz adlar verəcəyik, ləkəsiz adlar verəcəyik. Burada biz Azərbaycan gəncliyi üçün əlimizdən gələni eləyəcəyik, Azərbaycan gəncliyinin işıqlı gələcəyinə inanırıq deyib də oğlumuzu Amerikaya göndərməyəcəyik. Biz Azərbaycan təhsilinə inanıb, Azərbaycan təhsilini qaldırırıq deyib Azərbaycan öz evladımızı xarici dövlətlərdə oxutmayacağıq. Biz Azərbaycan səhiyyəsinə inanacağıq, qaldıracağıq deyib də evladımızı, özümüzü xaricdə belə deyək, müalicə elətdirməyəcəyik. Yəni sənin dediyinlə əməlin ya olduğun kimi görün, ya göründüyün kimi ol. İnsanlar Azərbaycan seçiciləri, Azərbaycan cəmiyyəti siyasətçilərdən o qədər şey tələb eləmir. Səmimiyyət və olduğun kimi görünmək. Vəssalam. Odur ki, 89-90-cı illərdə meydana Nemət Pənahlı kimi bir, belə deyək də, bir fəhlə, işçi, əməkçi sektorundan çıxmış bir insan rəhbərlik edir. Niyə insanlar onda səmimiyyəti görürdü? Amma indi siyasətdə səmimiyyət də itib. İnsanlar heç kimə inanmır. Müxalifətinə də, iqtidarına da. Biz də insanların inana biləcəyi bir qurum olmaq istəyirik. Yəni inansınlar bizə. Bizə şans versinlər. 23 il yox, ən azı bir 5 il, 10 il civarında vaxt versinlər. Biz görsək ki, 10 ildən 10 tərəfə keçirik, biz hələ öz missiyamızı həyata keçirməyib deyib də 23 il qalmaq fikrimiz yoxdur. Bir il əvvəl sizin üzvü olduğunuz Müsavat Partiyası qurultay keçirdi və başqan seçkisi oldu. Burada namizədlərdən biri siziniz, sədrliyə namizədlərdən və seçilmədiniz. Aradan bir il keçib və kifayət qədər düşünmək imkanınız olub. Sizcə o vaxt siz uduzdunuz, yoxsa sizi uduzdurdular? Biz əslində biz düşüncə tərzinə uduzduq. Yanaşma, o türklərdə bir söz var, qafaları uduzduq. Yəni biz, mən sizə statistikanı deyim, qurultay nümayəndələrinin 90%-dən artığının yaşı 50-dən yuxarıdır. Ən azı belə bir statistika var və onlara rəhbərliyə iddialı olan gəncin yaşı 30-dur.
və onlar o bariyeri aşa bilmədilər. O mərhələni aşa bilmədilər ki, bizim evladımız yaşında kimsə rəhbərlik eləyəcək. Yəni o dəyişmək qorxusu, dəyişiklik qorxusu. Yəni ki, stabillik, o qəbirstanlıqda ölü stabilliyi daha çox insanlar istəyir, nəinki riskli bir gələcəyi. Ona görə biz o qafaları uduzduq ki, yox, qoy olduğu kimi getsin, heç nə dəyişməsin, hər şey qalsın, öyrəşmişik artıq buna, biz burada qalmağa və hər şeyi bilirik, tanıyırıq. Necə ki, bir evdar xanım öz mətbəxinə öyrəşir və sonra təzə mebel almaq istəmir ki, yox, artıq öyrəşmişəm. Belə bir anlayış oldu və biz o düşüncəyə uduzduq. Amma burada biz mi daha çox uduzduq, yoxsa partiya mı daha çox uduzdu? Bunu artıq diskussiya eləmək olar. Biz həm də insanlardan mən 4 illik başkanlıq müddəti istəməmişdim. Ayın 27-si Müsavat Partiyasının qurultayının keçirilməsinin 1 ili tamam olacaq. Mən 1 il vaxt istəmişdim və 27-si mən hesabat verəsi idim, yəni məclis üzvlərinə və orada etimad sorğusu keçirəsi idik. 1 ilə bizim heç bir nailiyyətimiz olmayacaqdırsa, mən orada istefa verəsi idim. Yəni tam açıq şəkildə deyirəm, 1 il mən fəaliyyət göstərsəydim və bugünkü başqan Arif Hacılı kimi fəaliyyət göstərsəydim, ayın 27-si istefa ərizəmi yazıb növbəti qurultayın elan olunmasını məclisdən xahiş eləyəcəkdim. Yəni əslində Arif Hacılıdan da ayın 27-si məclis keçirməyini və 1 illik hesabatını verməyini və mənim bir qurultay nümayəndəsi kimi ondan bəkləntim odur ki, hesabatını verir, etiraf edir ki, biz Müsavatı 1 ildə nəinki olduğu vəziyyətdə saxladıq, əksinə geri apardıq. Ona görə mən müsavatçıları daha 3 il bu tendensiyanı aparmamaq üçün istefa ərizəmi verirəm, xahiş elə mənim istefamı qəbul edin. Yəni bu olar siyasət. Yoxsa təəssüf ki, gəldiyimiz kimi də gedəcək. Bəs Tural Abbaslı Müsavat başqanı seçilsə nə dəyişəcəkdir? Müsavat partiyasında, ümumiyyətlə siyasi mühitdə müxalifət düşərgəsində nə dəyişə bilərdi ki, onlar olmadı? Yəni istənilən siyasi texnoloqa sual versəydiniz ki, məsəl üçün də bu seçkilərdə Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı var və bunun hansının seçilməyi Müsavat adının cəmiyyətdə, mətbuatda, insanlar arasında daha çox hallanmasına səbəb olacaq. Siz jurnalist kimi sual verirəm. Hansı seçilsəydi mətbuat üçün daha maraqlı mövzu olardı? Yəni Turalın mı seçilməyi, Qubad bəyin mi, Arif bəyin mi? Yəni 30 yaşlı gəncin mi, 45 yaşlı Qubad İbadoğlunun mu, yoxsa 50 yaşlı Arif Hacılının mı? Yəni avtomatik insanların diqqəti gənc seçildi və bu gənc kimi uddu? Azərbaycanda ən məşhur iqtisadi ekspert və Azərbaycanda meydan hərəkatından çıxmış Arif Hacılı. Demək burada nəsə var? Ən azı Müsavat partiya olaraq diqqət çəkəsi idi. Ən azı gündəmdə qalacaqdı. Təbii ki, ən azı diqqət çəkir. Bilirsiniz necə? İnsanlara sözü çatdırmaq üçün birinci diqqət çəkməlisiniz. Adi marketinq qaydaları var. Məsələn, görmüsünüz efirlərdə. Yaxın zamanlarda o gəlir, elan olunacaq, efirə çıxacaq. Bir 10 gün bunun təbliğatı gedir. 11-ci gün aha ya içki, ya hansısa bir məhsul təqdim olunur. Yəni bunlar artıq illərdir yoxlanmış siyasi, belə deyək, marketinq texnologiyalarıdır və siyasət də budur. Sən insanların diqqətini çəkəndən sonra onlara nəsə müraciət eləyə bilərsən, xitab eləyə bilərsən. Və mənim seçilməyim, hətta mən heç bir şey bacarmasaydım belə, hətta çox uğursuz bir başqan olsaydım belə, ən azı cəmiyyətin 1 ay, 2 ay diqqətini Müsavat üzərinə çəkəcəkdi. Və diqqətlər üzərinə çəkilən bir siyasi qurum üçün 2 ay, 1 ay çox böyük bir zamandır ki, xalqa, seçicilərə, insanlara xitab eləsinlər. Yəni istər bu beynəlxalq təşkilatlar üçün də belə olasıydı. Yəni ən azı bunu verəsiydi. İndi nə olasıydı? Mən indi deyə bilərəm ki, indi biz hakimiyyətdəydik. Yoxlaya bilməyəcəyik çünki seçilmədim. Amma seçərdilər, yoxlayardılar. Yəni ən azı Arif Hacılı hakimiyyətdə deyil. Digər uduzdurulmuş bir namizəd də var. Uduzdurulduğunu elan edirdi Qubad İbadoğlu. Sizdən öncə hərəkət yaratdı və nəticəsi olaraq da partiyadan qovuldu. Bəs sizi niyə indiyədək qovmayıblar? Sağ olsunlar. Yəni həyatımızın sentyabrın 13-ü mənim həyatımda 15 il tamam olub ki, mən partiyanın üzvüyəm. Ən azı 15 ilimin tamam olmağını gözlədikləri üçün minnətdaram. Amma ümumiyyətlə partiyadan qovulma, qovdurma bu hesablanmalıdır. Bizə nə gətirir, nə aparır, nə götürür. Yəni mənim qovulmam Müsavat partiyasına dividend gətirəcək, qələbə gətirəcəksə qovsunlar və mən buna heç bir pretenziya eləmərəm. Və mən yenə deyirəm, o seçkilərlə bağlı uduzmuş anlayışında mən uduzdurulmuş hesab eləmirəm özümü. Yəni uduzmuş hesab eləyirəm. Çünki yenə qeyd elədiyim ki, mən insanların qorxularına uduzmuşam, yəni seçkilərə yox.
Üzv olduğunuz Müsavat Partiyası bir qədər əvvəl mühacir qalma qalı ilə də gündəmə gəldi. Məlum oldu ki, partiya üzv olmayan vətəndaşlara saxta vəsiqə veriblər və onlar xaricdə mühacirət almaq üçün bundan istifadə ediblər. Bu ittihamların əsaslı olduğunu dəfələrlə siz də səsləndirdiniz. Bəs nədən bu cür saxtakarlığa imza atan partiyada hələ də qalırsınız? Niyə istefa vermirsiniz? Əslində biz ittihamları belə deyək də təsdiqləmədik mən olaraq. Mən izahat tələb elədim. Bu gün də tələb edirəm. Başda adları hallanan Gülağa Aslanlıdan Arif Hacılıya qədər. Yəni izahat tələb eləmək mənim haqqımdır. Mən həyatımın yenə qeyd edirəm, 15 ilini qoyduğum partiyanın imicinə dəyən zərərə görə izahat tələb eləməliyəm və eləyəcəm də. Hələ də bu məsələ mənim üçün qaranlıqdır. O vaxta qədər ki, bu məsələ açıq diskussiya olunub, ictimaiyyətə açıq şəkildə inkar edilməyib, bu məsələ sübuta yetirilməyib, burada qaranlıq qalacaq. Və mən bu gün də elə məqamdan istifadə edib partiya rəhbərliyinə bu qalmaqallı məsələyə aydınlıq gətirməliyəm. Əgər bunu iddia eləyən Elbəy Həsənli səhv idisə, verin onu məhkəməyə və təmizliyinizi, bəraətinizi qazanın. Yox, əgər Elbəy Həsənlinin dediyi həqiqətdirsə, istefa ərizələrinizi yazın və 100 illik müsavatdan üzr istəyərək siyasətdən gedin. Siz dəfələrlə, yəni gənc nəsil, yaşlı nəsil ittiham edirsiniz ki, onların mübarizələri effektiv deyil. 10 illərdir ki, hakimiyyətə gələ bilmirlər, xalqa inandıra bilmirlər. Təbii. Hər dəfə məğlub olurlar seçkilərdə və ancaq bu partiyanın sıralarında 10-15 il hətta olan, onun sıralarında qatılan mübarizə aparan gəncliksiniz. Həmin məğlubiyyətdə sizin payınız nə qədərdir? Təbii ki, bəlli bir faiz bizdə də bu proseslərin iştirakı bizə də düşür. Amma burada bilirsiniz, yəni qeyd elədiyim kimi siyasi partiyanın strukturu var. Rəhbərliyi, orta məmur təbəqəsi, təşkilatı, texniki tərəflər və biz əsas burada siyasi qərarlar udur və ya uduzur. Biz, məsəl üçün, mən 15 ildir, 15 ilin mən Gənclər Təşkilatının rəhbəri seçilənə qədər, hətta seçiləndən də bir il sonraya qədər rəhbərliyin ağzına baxan bir statusda olmuşam ki, bunu belə elə, bunu belə elə. Yəni, mənim özümün rəy demək, fikir vermək, proseslərə təsir etmək imkanları məhdud olub. Və bu baxımdan biz ittiham edirik ki, qərar verən siz idi, son söz sizdə idi və onun son sözü demədiniz. Yəni, biz bu baxımdan ittiham edirik. Yoxsa ki, biz qıraqdaydıq, siz bacarmadınız, yox. Yəni, son qərar onlardaydı, son imza hüququ onlardaydı və onlar eləməli idi. Belə ki, biz ona başqan deyirik, rəhbər deyirik, belə də biz haqqımızı tələb edirik ki, sən bizi qalibiyyətə gətirməliydin. Gətirməmisənsə, mənə səbəblərim maraqsızdır. Yəni, mən bugün hakimiyyətdə deyiləmsə, demək uğursuzluq. Son olaraq soruşum. Ölkədə seçki qabağı vəziyyət və ümumi vəziyyət heç də ürək açan deyil. Az qala hər kəs əmindir ki, seçkilər saxtalaşdırılacaq. Təbii. Elə isə siz nəyə ümid edirsiniz? Biz ümid eləmirik, biz prosesi canlandırıb, prosesdə yarış əhval-ruhiyyəsini qaldırmaq istəyirik. Yəni, hamı bilir ki, seçki saxtalaşdırılacaq. Artıq 20 ildə çox mükəmməl saxtakarlıq mexanizmi qurulub. Hətta parlament artıq seçkili orqandan təyinatlı orqana keçid edib. Bunun artıq video yazıları da, alveri də, hamısı çıxıb insanlara bəllidir. Amma biz kənardan baxmaqla bu prosesə necə təsir eləyəcək? Ən azı prosesin içində olmaqla nəsə təsir eləyə bilərsən. Ən azı prosesdən sonra sən həmin o topladığın məlumatları fakt kimi kiminsə qabağına qoya bilərsən. Amma sən seçkiyə iştirak eləməyib, seçkidən sonra gedib kimə desən ki, seçki saxtaydı, birinci sualı olacaq ki, hardan bilirsən və sənin cavabın olmayacaq. Ən azı seçkinin saxta olduğunu bildiyini göstərmək üçün seçkidə iştirak eləmək lazımdır. Yəni, siyasətin nəticəsi seçkidir, sandıqdır, türklər demiş və sandığa getməkdən qorxursansa, sandığa getmirsənsə, sən siyasətçi deyilsən. Təşəkkür edirəm ətraflı və maraqlı cavablar üçün. Xoş. Verilişimizin bu dəfəki qonağı yeni yaradılan Ağ blokun təsisçilərindən biri olan Tural Abbaslı idi. Siz müzakirə etdiyimiz məsələlərə onun baxış bucağından baxdınız. Növbəti verilişlərdə fərqli mövzulara, müxtəlif baxış bucaqları ilə tanış olmaq üçün bizi izləməyə davam edin.